indi qarşınızda görürsünüz. Bizim son illərdə, yəni son aylarda əslində diqqətdə saxladığımız Fatimə Şahmarlıdır. Çox istedadlı bir yeniyetmə gəncdir. O, gəraylı havası üstündə Borçalı baş keçid yönünə səslənəcək bir hava təqdim eləyəcək. Sözlər də böyük ustadımız Abbas Abdullah'ın bugün gedəmədim bizim dağlara gəraylısının üstündədir. Meydan qızımızındır. Buyursun Fatimə xanım. Üzüm dağlara, dağlara, üzüm dağlara, dağlara. Əhsən qızım, Allah Teala sənə gözəl bir sənət siması verib. Deyim, sənin üzün nurludur, gözəl bir görkəmin var, barmaqların da çox gözəldir, onu da deyim, səsin də məlahətlidir. Yəni, o sözü mən elə belə demədim, gözəl bir sənət siman var. Müəlliminə də eşq olsun. Fikrət Borçalı istedadlı bir aşıqdır. Səni çox uğurla yönəldi. Mən barmaqlarının gedişində də, səsinin
o musiqi boyu irəliləməsində də ustaddan gələn keyfiyyətləri gördüm. Qoy Allah Abbas Abdullahın da ruhunu şad eləsin. Onun şeiri çox gözəldir və sən də çox gözəl təqdim elədin. Belə şeirlər bizdə vətən,